Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Yanvar ayının 10-da Ordubad rayonunun Tiv kəndindən görüntülərimiz proqnozlaşdırılan kimi günün ikinci yarısında qar yağmağa başladı. Hava da isti idi, səhər-səhər keçən dəfə yağan qar əriyirdi, küçə baza sel su olub, sular axıb dərələrə qoşulur. Bir dənə qorxusu var, bu gecə şaxta olsa səhər yollar buz bağlayacaq. Yola çıxanlar ehtiyatlı olsunlar. Qar yağmamışdan əvvəlki gecə xəbərdarlıq eləyir. Səhərə qədər bədənim ağrıyıb, oynaqlar ağrıyıb, qara basmalar olur. Bəlkə 50 dənə yuxu görmüşəm bu gecə. İzləyicilərimizdən Bəhlul Donəndə kəndə gəlmişdi, yuxuda onu gördüm. Görüşdük, söhbət elədik, oturduq maşına, sükan arxasına o geçmişdi. Nə qədər yol gəldi, ancaq bir türlü gəlib evə çıxa bilmədik. Bəlkə bu gecə yuxunun davamını görəm. Gecə səhərə qədər bir neçə dəfə də tövləyə baş çəkməli oldum. İnəyimiz, Safir adlı inəyimiz doğacaq, doğmuş ki doğmuş. Həmişə belə olur. 10 gün, 15 gün gedib gəlirik, bir gün günüz gedib görürük. Buzov yerdə, anası da balasını yağlayır. Çox vaxt axşamdan doğub, səhər gedib görmüşük ki, buzov inəyin yanında oynaqlayır. Nə qədər cəhəsi, mayası var, hamısını əmib. Biz də maya cəhə sağmaq istəyirik ki, südü bulama eləyək. Ayhan da gəldi, çıxdı. Atdan geyinib, üstdən qıfıllanıb. Salam Ayhan, xoş gördük səni kanalımızda. Səsindən tanıyıram, Ayhan olduğun bilinmir. Çünki təkcə qaşın oradan qaralır, bir də gözün işarır. Aş papağı görək o gözəl gözlərini. Saat neçədir? Tövlə vaxtıdır, axşam yemin vermək olar. Hələ yox, az qaldı. Niyə görə tez vermirik ki biz? Su istəyir. Su istinməlidir ki, danalar isti su içsin, yəni lilamar su. İnəklər ancaq isti su vermirik. Açıb ötürürük, gedirlər çaya ki, orada su içib gəlincə bədənləri də qızışsın. Soyuq suyu tövlədə inəyə verən kimi əsməcə tutur. Elə danalar da eyni ilə. De görək, havadan gözün nə su içir? Su içmək. Qar içir. Qar yağırdı, o da dayandı. Ayağın çox yüngülmüş. Sən gəlməmiş başladı, sən yetirən kimi bağımıza qar da kəsdi. Bəlkə ağırda yağır. Əgər gecə doğulmusansa ayağın ağırdır. Yox, gündüz doğulmusan ayağın yüngüldür. Gecə doğur. Ona görə ayağın çox ağırdır. Bir iş görəndə sən yeriyə gəlmə işin üstünə. Əlin çox yüngüldür, əllərin üstündə gələ bilərsən. Bazara gedəndə, alver eləyəndə deyirlər, əlin yüngüldür, ağırdır, siftəni sən ver. Əgər əlin yüngüldürsə, axşama qədər nə qədər malın var, bir xeyrisini satasan. Yox, əlin ağırdırsa, birinci pulu verdin, bir dənə də müştəri gəlmiş. İnanırsan belə hekayələrə. Son zamanlar Ayhanla araşdırdıq ki, biz Karaman tayfasındanıq. Soyadımızı dəyişib Karamanlı olacaq. Ayhan Karamanlı. Sarı Aşıqla eyni tayfadanıq. Aşıq Karamanlıdır. Sinem Karamanlıdır. O ikinci misrasıdır, deyilsin, səhv deyirəm. Yaxşının tənəsindən yenə Karamanlıdır. Əzizim tərsinə qoy, tər üstə tərsinə qoy. Arxasını sən denə. Yaxşını qibləsinə, yəni.
Aşığı tərsinə qoy. Sarı aşıq bayatının ən gözəl nümunələrini yaradıb. Laçın rayonu ərazisində bir kənddə yaşayıb. Bizim əcdadlarımız da Türkiyədən ta Karamandan baş götürüb gəliblər şərqə tərəf. Mənim bildiyim məlumata görə Tovuz rayonunun ayrılmaq mənasında o kəndin ərazisində ayrılıblar. Bir hissəsi Zəngəzurla gəlib Dərələyəs, Cığı dərəsi, Oxçu Şabadında ayaq saxlayıblar. Sonra babamız Baba kişi dağlar aşıb gəlib bu tərəfə. Babanın bir qardaşı Haqverdi qalıb Qarakilsə rayonunda. İndi qohumlarımızla da tapışmışıq, şəcərəni yazmışıq. Haqverdinin oğlu olub Yaqub. 4 oğlu olubdu. Qəni, Yaqub. O bilər yada düşmədi. Nəbi Yaqubun uşağıdır. Yaqubun oğlu Molla Məhəmməddir. Əlim Əlimgil onların soyundandır. Qəni yerlərdə Qax rayonundan Alma kəndindən deyəsən. Bakıda yaşayan qohumlarımızla gediş gəliş olub, toyda yasda iştirak ediblər, onlar tanıyır. İndi sıra bizdə ki, tapaq onları. Gəl burada bir Belarus ol yeri. Belarus traktoru vardı, onun izin salırdıq. Yadından çıxıb. Elə yox. Ayağın birini bax, belə mən bax. Mənə bax, tərsinə. Belə yerimə yaxsandı, yoxsa sənin kimi. Sən tərs Belarussan. Geriyə gələn Belarus olursan. Qar da çox yumuşaqdır. Əvvəlki illərdə, yəni 10 il, 15 il bundan əvvəl hər ildə yoxdur, qar çox yağan ili. O qədər qar olurdu burada, arabanı sürüb gətirə bilmirdim. Dizdən daşırdı, hələ preslənmiş qarı deyirəm. Arabanı gətirdim, bağın gələcəyində sürə bilmirdim bu tərəfə, məcbur qalıb orada tökürdüm. 5-6 ilin peyni yığışmışdı. 3-4 maşın. Sonra o peyni dağıtdıq. Torpaqla qarışdırdıq. Gəldi küləkdik. Ancaq nə qədər peyin versək də torpaq hələ qüvvətlənmir. Bir təkərin üstündə necə gedib bu Belarus? İkinci təkəri onun. Tək təkəri Belarus. Tək təkərə qaldırmısan da sən. Ayhan, bu necə hava idi? Qar yağırdı. İndi günəş üzün göstərdi. Ağlar gülər hava oldu. Sevinmişdim ki, qar yağ. Mən istəyirəm 5 metr qar yağsın. Ancaq kəndimizə yox, dağlara. Yarım metrdə yağsa TV kəndinə bəs eləyir. Gedək görək, itburnuş yolunda meyvəsindən qalıbdır. Tərpətmə, tut dincin tərpətmə. Domuz bir dəfə qırdı, 2 ildir. Sən bu qədər ancaq boy sürübdür. Ayhanın 19 ilə uzanlığın tut 1 ilə 2 ilə uzanıb. Heç fikir vermirsən, fındıq faizdən qumqumalayır. Barı deyəsən hazırdır, bəllidir ki, nə qədər meyvəsi olacaq. Ancaq başqa ağaçlar yazda çiçəkləyir, çiçəyin soyuq aparır. Fındığın çiçəyinə deyəsən soyuq təsir eləyə bilmir. Yığ itburnudan 2-3 dənəsini ye. 3 dənə itburnu yaşlı adamın kalsiyuma olan tələbatını ödəyir. Bir günlük tələbat. Elə-belə baxıb deyəsən ki, kalsiyumun itburnu ilə nə əlaqəsi? Onu analizlər göstərib. Müəyyən ediblər ki, 12%, 14%
Şəkər var tərkibində. C vitamini ilə zəngindir. Xəstəliklərdən insanı qoruyur. İtburnudan çaxır düzəltmişik. Ayhan hər gün 200 qram içir. Niqabı yendir aşağı. Görə sifətin qızarıbsa, həqiqətən çaxır istifadə eləmirsən. Qızarmayıbsa, yox. Meriş, nə gözəl oğlan olmuşsan. Bu gözəlliyi niyə bizdən gizlədirsən? Məhrum eləyirsən baxmaqdan. Üşüsə bir də görə bilməzsiniz ona görə. Üşüməz, hava o qədər soyuq deyil. Düzdür, nəmlik var. Onu mən oynaqlarımda hiss edirəm. Soyuq yoxdur. Soyuq olsa havada nəm olmaz. İtburnunun zemin çıxadırıq. Bu il itburnu yox idi. Eləyə bilmədik. Bu itburnudan 2-3 kilo itburnu hasil elədik. Çay dəmləyib içməyə istifadə edirik. Ancaq keçən itburnu çox idi. Ondan çaxır düzəltmişik. 10 il bundan əvvəl düzəltdiyimiz çaxırlardan da var. Ən çox hansı xoşu gəlir? Gilanar çaxırı, alma, armud, alma, yoxsa itburnu. 5 tür çaxırımız var. Hərəsinin ayrı dadı var. Ən çox xoşu gələn. Ən çox bilmirəm. Gilanar gözəldir. Gilanar da gözəldir, o biriləri də gözəldir. Sən məhsulumuzu bəyənmirsən deməli. Mən dedim o seçmirəm. Seçə bilmirsən də, deməli hamısı bir-birinə bənzərdir ona görə. Neçə nəfər mənə müraciət eləyib ki, həkim uşağıma çaxır tövsiyə eləyib. İnkişafdan qalıb. Aparıb çox da razı qalıblar. Alma çaxırı həzmə kömək eləyir. İtburnu çaxırı qandır, dərmandır. Çaxırın tərkibi tam olaraq nədir? Çaxırın tərkibində, meyvənin tərkibində olan bütün elementlər saxlanılır. Ancaq spirt qızqırmış, fermentasiya olmuş məhsulun, yəni cecənin distilə olunmuş halıdır. 80 dərəcədə buxarlanır, soyuyur, etilen olur. Gələn hansı reaksiya gedir ki, asetik asit yaranır? Asetik asit nədir? Asetik turşusu. Uksu bizim uksus dediğimiz uksus kislat. Uksus, C, karbon, O, CO. CH3, COOH. Sən onları yaxşı bilirdin axı. Alkanları bilirdin, kimyadan oxumuşdun. Üzvü turşudur bu. Asetik turşu. Sonra alkanların ilk nümayəndəsində nə yaxşı tutmuşam səni. Alkanlar CH4 metal. CH4 metal formülü vardı ki, sonraki nə olacaqdı? C orada birdirsə, C-nin H N+2 deməkdir, elədir? Bak, haşın. C2H, haşın. C2H6. İkisinin üstünə gələndə H8 olacaq. C. Növbəti nümayəndəsi yenə C3. C3. Karbonlar bir-biri artır, H-larda formula görə, elədir? C2H8, Adlarını da istəsən deyə bilərsən. Metan, metan, etan, propan, butan, pentan, pentan, heksan, heksan, heptan, heptan, oktan, noyan, dekan. Latınca adlarıdır onların, yoxsa Yunanca? Nonandan başqa hamısı latınca. Nona. Sonra alkanlardan da bir dənə H-ı oksigenlə əvəz eləsən, etillər əmələ gəlir də. Bəli. H o H-lə. CH4-sə buna metil spirti yaratmaq olar. H-ın biri CH oksigenlə əvəz olunur, özü də çox təhlükəlidir. Spirtlərin iç nümayəndəsi, onu qəbul eləsən, ölürsən, gözün kör olur. Şabanın bir filmi var idi, yoxsa hansısa türk filmi idi. Düşans deyir ki, artıq türklər metillə etili ayıra bilirlər. Deyəsən tabutçu idi, elə bir skeç var idi. Orada mesaj verir insanlara ki, hər spirtli içkini almayın, istifadə eləməyin. Metil texniki spirt kimi istifadə olunur. Zavodda, fabrikdə, bəlkə də samolyotların, təyyarələrin üstün soyuq havalarda həmin maddəni yuyurlar ki, donmasın. Ola bilər də.
taraz var. Peki, Taraz cihazını görmürsən, divarın düzlüyünə fişik verirlər. Oradakı şkaladakı məncə texniki spirtdir. Qat gedir o yana bu yana gəlir. Priborların düzlüyünü saxlamaq üçün. Nəsə, itburundan gəldik, çıxdıq alkanlara, sonra getdik spirtlərə. İstəyirsən keçək monosaxaridlərə, disaxaridlərə, qlukozanın formulunu soruşacağam. Bilməyəsən. C6 H12O6. C6, H12O6. Yaxşı, bu glukozadır, bəs saxaroza? Saxaroza. Saxaroza disaxaridlərdir də, orada 2 qat artır onların hamısı deyirsən. Disaxaridlər. Monosaxaridlərdir, disaxaridlərdir. Glukozanın alınması da fotosintez prosesi iləndir təbiətdə. Su buxarı, 6 mol karbon qazı, yoxsa karbon monoksidli dioksid, dioksid. ultrabənövşəyi şüalar yaradır glukozanı, oradan da oksigen ayrılır. Ayhan, sən get inəkləri aç suya, tövləni təmizlə. Mən də gedirəm dincəlim. Əgər köməyə ehtiyacın varsa, səslənərsən. Beyin topalarının sayından bilmək olar ki, Ayhan neçə gündür kəndə gəlib. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 26 dənə. 20 gündür də gəlmirsən. 6-sını da yəqin mən boşaltmışam. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Qar yağsaydı daha yaxşı olacaqdı. Bulud gəldi, yağmadı, getdi.